Hər vaxtınız xeyir. Mən yenə gəldim. Bu dəfə də yenə mürəbbələrdən çiyələk mürəbbəsini bir daha sizinlə bölüşmək istəyirəm. Yeni çəkilişdə, yeni təqdimatda. Amma resept eyni reseptdir. Yəni kiloya kilo. Və Victoria sortu yenə də çiyələk almışam. Onu yaxşıca yuyuram, sudan keçirdirəm və saplağını təmizləyirəm. Saplağını təmizlədikdən sonra tərəzidə çəkdim. Tam kilo yarım meyvəm var idi. Ona görə də üzərinə kilo yarım şəkər dozu əlavə edirəm. Deməli, kiloya kilo şəkər dozu istifadə edirik. Balaca Victoria sortu çiyələklər xırda olur və mürəbbəyə yararlı olur. Onları geniş bir tavaya, ləyənə əlavə edirəm. Çalışmaq lazımdır ki, qabın diametri geniş olsun ki, meyvələr üst-üstə yığılmasın. Daha geniş bir yerdə, daha rahat bir şəkildə əzilmədən bişsin. Və şəkər tozunun üzərinə əlavə edirəm. Xeyli müddət bu cür saxlayıram və tam öz suyu çıxır və gur odda qoyuram bişməyə. Deməli, öz suyu meyvənin çıxdığına görə və artıq gur odda xırda ölçüdə olduğu üçün meyvələr tez bişir. Nəzarətlə bişirmək lazımdır. 10 dəqiqəyə bişir. Ən uzağı yenə də nəzarət üçün salfetdən istifadə etmək lazımdır. Deməli, mətndən 1-2 damladırıq və baxırıq görək. Salfeti hopur, yoxsa damcı şəklində qalır. Əgər damcı şəkildə qalırsa, deməli artıq mürəbbəmiz hazırdır. Yəni ləyənin götürürük ocaqdan, ən sonda isə silkələyirik, kəfini ortaya yığırıq, əvvəlcə bu cür qaşıqla. Sonra isə yenə də salfet üsulundan qalan xırda kəfləri də yığıram və gözəl bir şəkildə mürəbbəm alındı. Siz də hazırlayın və mən mürəbbəmi tam soyutduqdan sonra bankalara yığıram. Əgər qaynar yığmaq istəsəz, dərhal ocaqdan düşürdən kimi bankalara yığıb bağlamaq lazımdır. Ya tam soyuyudub, ya da qaynar. Belə gözəl bir şəkildə mürəbbəm alındı. Siz də hazırlayın. Siz də qış tədarükü olaraq hazırlayıb saxlaya bilərsiniz. Videomu yaddaşa atın, kanalıma abunə olun və rəylərinizi gözləyəcəm. Mütləq. Bu da isti halında, isti çəkdim əlbəttə və göstərmək istədim. Təbii öz işıqda, günəş yoxdur düzdür, amma havada artıq günəş də çıxdı və tam soyudu mürəbbə və bu cür görünür. Hələlik yeni videolarda görüşərik.